Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizə 13 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç gün çətin başlayacaq. Bir çox qoç biraz nəzakətsiz və əsəbi olacaq. Xırda anlaşılmazlıqlara diqqət yetirmək və mühüm üstünlükləri görməmək meyli başqaları ilə münasibət qurmağınıza mane olacaq. Tapşırıqlarınıza konsentrə olmaq həmişəkindən daha çətin olacaq. Səhər tezdən mühüm işləri görməyə başlamamalısınız. Başqalarının köməyini tələb etməyən rutin işlərlə məşğul olun. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Rəhbərliyinizlə bölüşməyə dəyər bəzi perspektivli ideyalarla çıxış edəcəksiniz. Kifayət qədər səylə yaxşı nəticələr əldə edəcəksiniz. Buğa ən asan gün deyil. Səhər emosiyaların öhdəsindən gəlmək və özünü idarə etmək çətin olacaq. Bəzi buğalar hər hansı bir səbəbdən başqaları ilə mübahisə etməyə meyilli olacaqlar və bu həmişə uyğun olmayacaq. Vacib məsələləri həll etmək, sövdələşmələr bağlamaq və ya böyük layihələrə başlamaq üçün yaxşı vaxt deyil. Bəzən nəyin bahasına olursa olsun öz yolunda israr etməyə çalışmaqdansa güzəştə getməyə dəyər. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz güc və enerji artımı hiss edəcəksiniz, buna görə də bütün lazımi işlərin öhdəsindən uğurla gələcəksiniz. Əgər kimsə ilə mübahisə etmisinizsə, barışmaq olduqca asandır. Əkizlər gününüz xoş keçsin. Rəhbərlik tərəfindən bəyəniləcək orijinal ideyalar təklif edə biləcəksiniz. Müzakirələr, konfranslar, mühüm məsələlərin müzakirəsi yaxşı keçəcək. Bir çox əkizlər başqalarının çətin tapdığı mürəkkəb problemlərin öhdəsindən yaxşı gələcək. Sövdələşmələrin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli zamandır. Çox faydalı əlaqələr qura biləcəksiniz. Köhnə vəzifələr və yarımçıq işlər sizə özlərini xatırladacaq, ancaq sizi ağırlaşdırmayacaq. Enerji və nikbinlik sizə hər şeyin öhdəsindən tez və asanlıqla gəlməyə imkan verəcək. Xərçəng yaxşı gündür, amma axşama doğru müəyyən çətinliklər olacaq. Biznesdə böyük sıçrayış gözləyə bilməzsiniz, lakin cari işlərin öhdəsindən parlaq şəkildə gələcəksiniz. Bir çox xərçənglər sakit və diqqətli olacaqlar, buna görə də hər hansı bir çətinlik onlara heç bir şey kimi görünməyəcək. Adətən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər və bu olduqca uyğun olacaq. Axşam saatlarında ailə məsələlərinin həllinə vaxt ayırmalı və bəzi planlarınızı təxirə salmalı olacaqsınız. Ancaq bu sizi narahat etməyəcək, əksinə yaxınlarınızla münasibətlərinizi yaxşılaşdırmağa imkan verəcək. Şir gününüzü vacib şeylərlə başlamayın. Səhər hər şeydən narahat olmağa meyilli olacaqsınız. Başqaları ilə münasibətlərdə çətinliklər yaranacaq və qarşılıqlı anlaşmaya nail olmaq həmişə mümkün olmayacaq. Bəzi şirlər ailə məsələlərini həll etmək üçün işdən ara verməli olacaqlar. Heç yerə tələsməyə və ciddi qərarlar qəbul etməyə ehtiyac yoxdur. Günün ikinci yarısı uğurlu olacaq. Sakitləşəcək və pozitiv əhval-ruhiyyədə olacaqsınız. İşgüzarlıq, yaxşı yaddaş, əzmkarlıq sizə planlaşdırılan hər şeyin öhdəsindən gəlməyə kömək edəcək. Özünüz haqqında yaxşı təəssürat yarada və sürətli karyera yüksəlişi şanslarınızı artıra biləcəksiniz. Qız uğurlu gündür. Yaradıcılıq qabiliyyətləriniz və liderlik keyfiyyətləriniz üzə çıxacaq, bununla da rəhbərliyin gözündə əla reputasiya yarada biləcəksiniz. Əməkdaşlıq son dərəcə məhsuldar olacaq. Bir çox qız bürcü ətrafdakıların tam razılığı ilə qarşılanacaq maraqlı təkliflər verəcək. Siz öz ideyalarınızı tək başına həyata keçirməli olmayacaqsınız, etibarlı tərəfdaşlar və nüfuzlu havadarlar köməyinizə gələcək. Axşam başladığınız işi başa çatdırmaq və işləri qaydasına salmaq üçün əlverişlidir. Yaxınlarınızla vacib məsələləri müzakirə etmək də yaxşı nəticə verəcək. Tərəzi xoş anlar olmasa da ən asan gün deyil. Səhər ilk növbədə vacib olan hər şeyi etməyə çalışın. Bu zaman əksər tərəzilər sakit və mehriban olacaqlar, ona görə də ən çətin insanlarla belə asanlıqla ortaq dil tapacaqlar. Uzun müddət heç kimin cəsarət etmədiyi bəzi məsələləri həll etmək mümkün olacaq. Günün ikinci yarısı daha çətin olacaq. Başqaları ilə hər hansı bir mövzuda mübahisə etməyə meyilli olacaqsınız.
Duyğularınızı cilovlamağı bacarsanız, nəinki çətinliklərdən qaçacaqsınız, həm də işdə yaxşı nəticələr əldə edəcəksiniz. Əqrəb, gününüz xoş keçsin. Ehtiyatlılıq və nizam-intizam ən çətin işlərin öhdəsindən gəlməyə kömək edəcək. Bir zamanlar təxirə saldığınız şeylərə sonradan qayıtmalı olacaqsınız. Prioritetlərinizi düzgün təyin edə biləcəksiniz. Heç bir vacib detal diqqətinizdən yayınmayacaq. Bir çox əqrəblər təsirli nəticələr əldə edəcək və gələcək uğurun əsasını qoyacaqlar. Natiqliyiniz sizə çoxlu təmas nöqtələriniz olmayan insanlarla belə ümumi dil tapmağa imkan verəcək. Qohumlarla və ya sevilən insanla səmimi söhbətlər üçün gözəl vaxtdır. Oxatan gözəl gündür. Səhər hər şeyi qaydasına salmağa və əvvəllər yarımçıq tərk etməli olduğunuz işi bitirməyə dəyər. Əksər oxatanlar qeyri-adi dərəcədə diqqətli olacaqlar, buna görə də onlar yalnız öz səhvlərindən qaça bilməyəcək, həm də digər insanların səhvlərini düzəldə biləcəklər. Biznes tərəfdaşları ilə əlaqələr qurmaq və sponsorlar tapmaq üçün əlverişli zamandır. Nüfuzlu himayədarların meydana çıxması istisna edilmir. Karyeranıza fayda verəcək bəzi faydalı şeyləri öyrənə biləcəksiniz. Axşam dostluq və ya romantik görüşlər üçün idealdır. Oğlaq, olduqca sıx bir gündür. Səhər uğurlu olsa da, vacib olan hər şeyi mümkün qədər tez yerinə yetirməyə çalışmağa dəyər. Siz mənəvi yüksəliş hiss edəcəksiniz və həmişə bir-birinizi anlamadığınız insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Kifayət qədər səylə oğlaqların əksəriyyəti ən vacib məsələləri uğurla həll edəcəklər. Günün ikinci yarısında biznes fəaliyyətini bir qədər məhdudlaşdırmağa dəyər. Kiçik şeylərə çox əhəmiyyət verməyin. Başqalarının zəif cəhətlərinə qarşı laqeydlik göstərin, o zaman həm işdə, həm də evdə yaxşı münasibətlər saxlaya biləcəksiniz. Dolça, olduqca çətin gündür. Heç bir böyük problem gözləməməlisiniz, lakin bütün planlarınız reallaşmayacaq. Başqaları ilə razılığa gəlmək həmişəkindən daha çətin olacaq, hamı inadkar olacaq və bir-birini eşitmək istəməyəcək. Bir çox dolçalar tək başına idarə edə biləcəkləri şeylərə diqqət yetirməlidirlər. Yaxın insanlar işlərinizə qarışmağa çalışacaqlar və bu, çətin ki, uyğun olsun. Onlarla mübahisə etməməyə çalışın, bəlkə də onların enerjisini düzgün istiqamətə yönəldə biləcəksiniz. Vacib qərarlar verməməli və tələsik vədlər verməməlisiniz. Balıq, gün yaxşı başlasa da çətin olmayacaq. İşlərinizi və sənədlərinizi qaydaya salmaq üçün əlverişli zamandır. Bəzi işləri başa çatdırmaq və bəzi səhvləri düzəltmək üçün tamamlanmış hesab etdiyiniz tapşırıqlara qayıtmalı olacaqsınız. Bir çox balıqlar fikirlərini toplamaq və düzgün qərarlar verməkdə çətinlik çəkəcəklər. Heç bir yerə tələsməyə ehtiyac yoxdur. Yol boyu gözlənilməz gecikmələr səbəbindən kiçik səyahət fəsadları ola bilər. Başqaları ilə barışmaq həmişəkindən daha çətin olacaq. Münaqişələrin qarşısını almaq üçün yaxınlarınızla mübahisəli mövzuları müzakirə etməkdən çəkinin.